0,2 mol X3PO4 duzunun məhluluna artıq miqdarda kalium OH əlavə etdikdə alınan normal duzun kütləsi ilkin duzun kütləsindən 12,6 qram artıq olur. Reaksiyanın sona dək getdiyini nəzərə alaraq X-in molyar kütləsini hesablayın. X3PO4 ilə kalium OH arasındakı reaksiyanı yazaq. X3PO4 plus kalium OH alınır kalium 3PO4 plus 3XOH. Burada PO4 H3PO4 turşusunun qalığıdır. Valentliyi 3'dür. X'in valentliyi 1'dir. OH hidroksid qrupun valentliyi 1, kaliumun 1. Burada da PO4 3, kalium 1. OH1, X1. Deməli, məsələdə qeyd olunub ki, 0,2 mol üçün bu kütlə artıqlığı 12,6 qramdır. Yəni 0,2 mol duz olduğunda kütlə fərqi 12,6 qramdırsa, 1 mol duz götürüldükdə bu fərq nə qədər olar? Bu fərq olur 63 qram. Deməli, bu reaksiyada X3PO4 ilə kalium 3PO4-ün kütləsi arasında fərq 63'dür. Və hər ikisinin tərkibində PO4 eyni ilə qalıb, sayı eynidir. Deməli, o kütlə fərqi bu 3X ilə 3 kaliumun kütləsi ilə əlaqədardır. 3X-in kütləsini 3 vur X qədərdir. X-in kütləsini bilmirik. Kaliumun kütləsi 39'dur. 3 vur 39 qədər. Deməli, 3 vur 39, yəni 117, 3X-dən 63 qram çox oldu. Deməli, onda 3x plus 63 yazsaq, bu 117'yə. Yəni, kaliumun kütləsinə bərabər olmuş olacaq. Buradan 3x bərabər olacaq 117 minus 63, 54'ə. X olacaq 18'ə. Y bəndi.